Məmləkət bilgiyə yetişibsə bu məhda pezeşkənə deyir ki, ما میدانیم و تیغ و حلقوم شما tiğinən boğazı kəsəyəcək falan şey bu cür olmasa. Məhərrəmdir, gərəciymişik, adam utanır bəzi sözlər deyə. Axı yarım gədə. Cəsarətin var o söz deməyə. Niyaz da biz gələsənə cavab verə. Keçinə Məsud Pezeşkiyan özün qabağına, denən Məsud boğazı istəyir beyilliyə. Məsud lotu dilə ağzından ayrıyıb şaqqalasın qoysun yerə. O türk şadı, millət lotu intiqab edibdi. Qollağın açsın yesin ki sən və sənin təfəkkürün deyən nəfərlə intiqab olmasın. Anladın? Bir də türk şahının dalısıca danışma. Dövlət rəisi də bir nəfər cəsarət edib bu sözləri deyə bilərdi. Taza da mod olubdu. Hər kəs rəis cümhurun əleyhinə bir qələt idartır. Sonra qeyd edək, mən mənzurum o dədi, mənzurum bu idi. Sən bixud eləysən mənzuru ona. سلام علیکم، قبول باشه عزاداریاتون انشالله. یک کلیپی پخش شد از ما بابت بحث تفاهمنامه بعد از بیانیه حضرت آقا تو جلسه خودمون بابت این حرفی که آقا زده بودن که نظر من فرق میکنه در حد روشنگری تو جلسه خودمون گفته شده بود و بیان احساسات، اصلا بحث تهدید نبوده، ولی الغرض حرف من به BBC و اینترنشنالی که شنیدم این کلیپ رو کار کردن. اگه حرفایی که ما زدیم و این کلیپ شما رو خوشحال کرده، فکر میکنید صف متحد ما رو میتونید به هم بزنید و خدشه‌ای وارد کنید، کور خوندید. ما به زودی زود شما رو نابود خواهیم کرد. ما پیروزیم انشالله به لطف امام زمان. یا علی مدد. من آقای رئیس جمهور، اگر شروطی که رهبری گفتن محقق نشه ما میدانیم و تیغ و حلقوم شما. پدرتو در میاریم. Pezeşkiyan cinayətlərində bir su şilankısı vardı. Sən onu da alıb əlvə püfləyənməsən. Hələ qalsın dədəsini yandırasan. Pezeşkiyan 90 milyon nəfərin rəis cümhurudur. Şəxsi, dovvumu məmləkətdir. Pezeşkiyandan qabaq rəis cümhur olsaydı o cür danışa bilərdiyin. Özün də yaxşı bilirsən ki, danışanmazdın. O ki biz görürük, götür Pezeşkiyan gecə gündüzün qatıb bir-birinə, vətəni üçün, millət üçün. İnşallah müvəffəq olar. Olar, lap yaxşı. Olmaz. 50 ildə hər kəsən 4 ildən gəlir, bir qubba qoyur gedir. Bu qubbanı da Pezeşkiyan qoyar, məxsus sənin öz sağlığına.